Hər vaxtınız xeyir, xoş gördük hamınızı. Bu günləri 2025-ci il noyabr ayının artıq 20-sidir. Mən bu 20 günlük müddəti, acılıqla bağlı olan müddəti bu günləri bitirirəm, sonuncu gündür. Yəni gördüyünüz kimi həmin o enerjidə, həmin o pozitiv notlarda, həmin o yüksək belə əhval-ruhiyyə ilə yenə qarşınızdayam 20-ci gün olsa da belə. Hər şey şükür Allah keçdi. Mən sizə öncədən danışmışdım, demişdim ki, yəni mən bunu etmişəm, mən bunu dəfələrlə etmişəm, bunun nə olduğunu çox gözəl bilirəm. Məqsəd yenə də öncədən deyirəm ki, sağlamlıqla əlaqədar bir şeydir. Bütün insanlara, yəni etifa olunan bir məsələdir burada. Məsələ idmançılarla əlaqədar deyil və yaxud yalnız o kateqoriya insanlara aid olan bir məsələdir. Hər kəs üçündür. Yəni sıravi vətəndaş, evdə oturan, nə bilim oturaq iş rejimi olan insanlar, nə bilim sakit həyat sürənlər, yəni aktiv həyat sürməyənlər belə hansı ki idmanla məşğul olurlar. Bu o deyil. Bu ümumi olaraq hər bir kəs üçündür. Və onun da onunla da yanaşı bu məsələ sağlamlıqla əlaqədardır. Yəni daxili orqanların orqanizm özlüyündə necə sağaldır? İnsulin dirəncindən tutmuş, birinci növbədə ciyər yağlanmasından tutmuş, ən yüksək həddə qədər demişəm, hətta təzyiqə qədər yardım edir, kömək edir, damarları təmizləyir. Yəni ola biləcək nə varsa orqanizmdə böyrəklərdən tutmuş, sidik kisəsindən tutmuş, bağırsaqlardan tutmuş, yəni bildiyiniz nə varsa hamısını sağaldır. Təbii şəkildə özünü sağaldır. Əgər mən ən yüksək nöqtəni demişəmsə, yəni bəd xassəli olan o xərçəng hüceyrələrini əgər bu sağaldırsa, bundan o tərəfəsi yoxdur da. Yəni kimsə iddia elə bilməz ki, yəni bundan üst nəsə ola bilər. Mümkün deyil. Sadəcə insan mənim kimi, mənim sizə indi göstərdiyim kimi bu mərhələni keçə bilməlidir. Mən artıq bu mərhələni bir daha keçdim və sizə bunu əyani şəkildə sizlə bir yerdə yaşaya-yaşaya əyani şəkildə sizə göstərdim. Bunu mənim vücudumda gördünüz, bunu mənim üzümdə gördünüz. Artıq sizə əyan oldu ki, yəni bu real olaraq bu insan bunu hər tərəfdən göstərdi, danışdı və danışığı ilə praktik olaraq göstərməsi gündəlik olaraq üst-üstə düşür. Siz də bunu görürsünüz. Bəzi həkimlər var, danışırlar, amma özləri elə xəstədir, özləri bir dənə özlərində bir şey göstərmirlər. Yəni bir şey eləyir, amma ki özlərində heç nə göstərmir. Bir də bir göstərin. Bir də siz də iddialı olun, öz üzərinizdə göstərin. Vaksin hazırlayırlar, özlərinə vurmurlar. Dərman hazırlayırlar, özləri qəbul eləmirlər. Məsləhət verir, özü onu eləmir. Elə, göstər, təsdiqlə, insanlar sənə inansın və sənin arxanca gəlsinlər. Bax, mən onu eləyirəm. Mən eləyirəm öz üzərimdə, eksperiment olaraq da sizin üçün, ümumi Azərbaycanda bilinməyən məsələni də eləyirəm, göstərirəm. Bax, dedim öncədən demişəm. Necə demişəm, o qaydada da getmişəm. Sona qədər davam elədim, çatdırdım. İnanmayanlar da indi bundan sonra inanacaq. İnanmaq istəmirsə yenə də özü bilər. Yəni o artıq geçsin, hardasa özünü başqa həkimləri göstərsin. Artıq bizdən uzaq. Elə inanmasalar yaxşıdır, özləri bilər. Elə adamlar düzələn deyil onsuz da. Mən bunu o qədər əyani şəkildə göstərmişəm ki, bunu danmaq artıq, yəni özünü danan adamdır. Bunu mən təsdiqlədim. Bunun mən altından imzamı attım. İsayev Eldar Tahiroğlu. Bakı şəhərində anadan olmuşam. Atam da Bakı şəhərində anadan olub. Bülbülə qəsəbəsində, nəslimizdə, kötüyümüzdə biz bülbüləliyik. Cənub tərəfdən qohumlarımız, Allah canlarını sağ eləsin. Ana tərəfdən də oradanıq. Hamısına salamım var cənub tərəfindən, dostlarımıza, yaxınlarımıza, qohumlarımıza. Məni izləyənlər də onlardan
bir qismi sağ olsunlar, dəstəkdə olurlar. Allah canlarını sağ eləsin. Hər zaman da əlimdən gələn qədər yanlarındayım. Baxın, mən bunu bitirdim. Dediyim kimi imzamı altından atdım, möhrümü mən vurdum. Bundan sonra gəlin, yaxınlaşın. Bu yolu getmək üçün, bunu eləmək üçün, özünüzü düzəltmək üçün söhbət ehtiyacı olanlardan gedir. Yəni belə kayfa mırta zadda eləmək lazımdır, ehtiyac yoxdur, həyatınızı yaşayın. Neyimizə lazım? Arıq sıska adam durub gəlib bunu eləməyin nə mənası var? Xəstəliyi yoxdur, sağlam adamdır, cavan uşaqdır. 20, 22, 25 yaşı var. Nə mənası var? Nəyə gedirsiniz? Nəyinizə lazım? Bu lazımdır artıq ağlı olan adamlar üçün və xəstəliyi ola bilən adamlar üçün və ona doğru gedən adamlar üçün ki, bilmirlər nə var, nə yox. Artıq mənlə məlumatı görürlər və bu məlumatdan dolğun şəkildə istifadə edirlər. Anlamadıqları və yaxud onlara biraz qəliz gələ bildiyi bir məsələlər olduğu zaman da demişəm, yazın direktə. WhatsApp nömrəmi sizə verəcəm, əlaqə saxlayaraq, danışaraq. Bacardığım qədər nə əlimdən gələrsə, o qədər sizə yardım eləyəcəm. O baxımdan ki, həmin o xəstəliklər aradan qalsın, vücud, orqanizm normal qaydada işləsin və özünüzü sağlam olaraq yaşadasınız həyatda. Sona qədər sağlam yaşayasınız, son çatanda da hamısını çatacaq. O yan bu yanı yoxdur. Amma bunu etməsəz, bu formada olmasa, mən dediyim keto, yəni gündə 2 dəfə qidalanmaq rejimdə eyni vaxtda və mən dediyim qidalarla. Sonraki mərhələ gündə 1 dəfə qidalanmaq, sonraki mərhələ azlıqlara girmək 1 gün, 3 gün, 1 həftə, 5 gün, 10 gün, 2 həftə və maksimum mənim etdiyim 20 gün və ondan üstü lazım deyil. Ehtiyac yoxdur, bəs eləyir. Hələ onun 1-ci, 2-ci gün, 3-cü gün eləsinlər, ondan sonra 20-dən kimsə danışar. Bax, bunları unutmayın. Mən orada dediyim sözlər adi sözlər deyil. Hamısı sizin sağlamlığınız üçün sizə faydalı olan məsələlərdir. İstəyir diabetlə olan məsələ olsun, istəyir insulin dirəci ilə olan məsələ olsun, hansı ki diabetə gətirib çatdırır, 2-ci növ və sonra 1-ci növ və sonra xroniki gedir, sən artıq onu heç eləyə bilmirsən. Bax, bunlar hamısı mərhələ-mərhələ lazım olan şeylərdir. Bunları dinləyin. Bağırsaq sistemində nələr baş verir, mədə sistemində nələr baş verir, qan dövranında nələr baş verir, metabolizm necə gedir, hormonların ifrazı hansılardır, nə vaxt olur, necə olur, hamısını danışmışam. Hamısını sizə danışmışam. Bütün videolarda bunlar var. Yəni bu informasiyadan dolğun şəkildə özün üçün istifadə etsəz, inan ki, sizə başqa sən lazım deyil. Artıq beyninizə yükləməyə ehtiyac olmayacaq. Mən indi videolarım bu sikl bitəndən sonra artıq o Amerika həkimlərindən ki, deyim ki, hansılardan ki biz müəyyən şeyləri tədris almışıq, öyrənmişik. Onların qısa videolarını da sizə burada paylaşacağım ki, siz görəsiz ki, bu hardan gəlir, yəni mənbə hardandır. Mən əvvəldən də videolarda demişim ki, mən bunu sizin üçün tərcümə edirəm, sizə verirəm. Bu mən icad etməmişəm. Bunu eləyənlər artıq eləyib, insanlar bunu çoxdan eləyiblər. Sadəcə bu industriya imkan vermir insanlara. Çeşid bolluğu imkan vermir insanlara ki, gəlsin bunun müəyyən qismi heç olmasa eləsinlər. Özlərini düzəldə bilmirlər və xəstə yaşayırlar. Baxıram, ürəyim ağrır. Deyirəm, belə yoxdur. Mənim də valideynim eləməklə olub. Yəni ki, onlar da öz bildiklərini eləyiblər, necə gəldi yeyiblər. Ürək xəstəliyindən tutmuş, insultə qədər hamısını yaşadılar, sonra dünyalarını dəyişdilər. Allah bütün ölənlərə rəhmət eləsin. Bax, biz bunları axı görürük. Gözümüzün qabağında da həyatda da yaşaya-yaşa bunları yaşayırıq, bu pratikanı yaşayırıq. Biz yaşlandıqca da və başqa məsələləri də görürük. Bu onların içində bizim sağlamlığımız üçün, bizim normal yaşamağımız üçün ən gözəl bir vasitədir. Bunu sizə durmadan, dayanmadan, şiddətlə tövsiyə edirəm. Bunu istifadə edin. Xəstəliyi olanlar da bu gündən, bu dəqiqədən başlayın, dayanmayın. Düzəldin özünüzü. Bu sizə kömək eləyəcək. Videolarımda hamısı var. 20 günlük videodur. 20 günlük azlıq siklım, azlıq proqramım bitdi. Çox sağ olun ki, məni bu qədər vaxtı izləmişsiniz, dəstək vermişsiniz.
son videoya baxıram, orada demək olar kommentar artıq yoxdur. Demək ki, belə çıxır ki, orada olanlar da hamısı artıq mənə dediyimə inanırlar və ondan yavaş-yavaş kimsə faydalanmağa başlayır. Biz deyil, yəni 4-5 dənə cəmizə kommentarı var. Biraz belə gülməli gəldi mənə. Yox, əslində çoxalmaqdansa azalıb. Demək ki, dediklərimi başa düşürlər. Demək ki, mən onların dilində danışıram. Və sizin dilinizdə elə rahat şəkildə danışdığıma görə də dediklərim də sizə çatır və praktik şəkildə də hər şeyi görürsə, yəni şəkildə. Yenə də təşəkkür edirəm, minnətdaram sizə. Bundan sonra videolar olacaq. Altı bu proses dayandı. Yəni bunu bitirdim. Artıq ayın 20-sidir. Qurtardım. Bir neçə saat sonra mən artıq yüngül dediyim müəyyən qidalarla xırda-xırda başlayacağam və 2-3 saatdan bir az-az, yəni 50 qram, 100 qramlıq qidalar qəbul edib normallaşdıracağım orqanizmi ki, müəyyən təzyiqə düşməsin və hər şey qaydasında getsin. Və lazım olan nutriyentləri, vitaminləri əlavə olaraq yenə qəbul edəcəm, elektrolitlərdən istifadə edəcəm. Bunlar hamısı yəni danışılıb, yəni bir də təkrar etmək istəmirəm. Çox sağ olun, var olun. Yenə də like edin, kommentar yazın, son fikirlərinizi deyin bu baxımdan. Əlaqə saxlayın demişəm sizə hansı formada. Repost edin, aşağıdakı o xətt düyməni basın, üstündə təkrar paylaşım düyməsini basın, təkrar paylaşsın, daha da çox izləyicinin qarşısına çıxsın. Və bunu biz bu günləri bitirdik. 2025-ci il noyabr ayının 20-si 20 günlük aclıq proqramım bitdi. Çox sağ olun, təşəkkür edirəm. Sonlandırdıq və düşünürəm ki, bundan sonra da inşallah mənə inananlar artıq mənimlə əlaqə saxlayıb bu baxımdan faydalana biləcəklər. Sağ olun, təşəkkür edirəm. Azərbaycan, səni sevirəm. Sən mənim məmləkətim, sən mənim doğma diyarımsan. Sağ olun.